Salam, hər vaxtınız xeyirli olsun. Dünya Televiziyasının dəyərli tamaşaçıları. Bu sabah mən sizləri Füzuli rayonundan salamlayıram. Azərbaycan can deməkdir. Can bir bədəndir. Bu bədənin bir döyünən ürəyi var. Bu bizim Qarabağ. Əziz dəyərli tamaşaçılarımız, bu mövzu ilə başlamağım heç də əbəs deyil və təbii ki, Füzuli rayonu deyəndə, Qarabağ deyəndə ilk növbədə elə bizim Füzuli rayonunun Dilağardı kəndinə bizim yolumuz düşəcək bugün inşallah və yuxarı Dilağarda sakinləri ilə gözəl bir görüş gözləyir bugün bizləri. İnşallah 30 illik həsrətdən sonra kənd sakinlərinin doğma yurt yuvalarında gözəl, mən deyərdim, bu görüşü belə adlandırmaq istəyərdim, bir həsrət görüşü olacaq. Həsrətin bitdiyi bir gün, gözəl bir görüş gözləyir bizi. Sizlərlə biz izləyin, dəyərli tamaşaçılarımız. Xoş gördük hər birinizi, dəyərli tamaşaçılarımız. Bugün gözəl bir gündür. Mən biraz öncə qeyd elədim, biz Füzuli rayonunun yuxarı Dilağarda kəndindəyik və bugün bizim kənd sakinləri ilə öz doğma yurt yuvalarında gözəl bir görüşə şahidlik edirik və mən istəyirəm bu gözəl gündə bizim burada gözəl ağbirçəklərimiz var, gözəl xanımlarımız var, yuxarı Dilağarda sakinləridir. Onlarla bir həmsöhbət olaq. Gözəl ağbirçəyimiz, özünüzü bir təqdim edin. Yehvid Məryəm Əkbər qızı. Nə hisslə keçirdirsiniz gözəl xanım? Mən elə bir hiss keçirirəm ki, elə bilirəm ki, elə əbədəlik buradayam. Heylə, özümü heylə hiss eləyirəm. Elə bilirəm, elə heç qaçqın getməmişəm. Allah heç kəsə qaçqınçılığı görkəzməsin. Bir də bizim bu cəmaatımıza, elimizə, obamıza qaçqınlıq eləməsin. Hamısı gəlsin, öz yerində, öz yurdunda tikilsin. Qan töküb, can qoyub, torpaq alıb. O torpaq bizim üçün müqəddəsdir. Başlarım. Onlar üçün canımdan keçərəm. Onlar üçün mən canımdan keçərəm. Allah hamısına rəhmət eləsin. Amin. Allah hamının canı saxlasın. Buyurun anam, siz də bir özünüzü təqdim edin. Qadınam, xoş gəlmişsiniz siz də, biz də. Nə bilim, kəndimizə gəlmişik, elə bilirik. Elə bilirik ki, dünya bizimdir, təsəvvür eləyə bilmirəm, necə bir histir, vallahi o. Elə gözümün yaşı yığışmır. Elim obamı da burada görmüşəm, elə bilirəm, dünya mənimdir. Allah Taala, bax bu torpaqları bizə alıb verən prezidentimizin canı sağ eləsin. Şəhidlərimizə canımız qurban olsun. Rəbbim onların yerin cənnət eləsin, hamısı cənnətli idi onsuz da. Qazilərimizin canını sağ eləsin, mənim qardaşım da qazidir. Allah hamısının canını sağ eləsin. Yeri göğü yaradan Allah, elimizi, obamızı şad eləsin. Hamımız köçək gələk bax bu torpağa. İnşallah, o gün olsun ki, bax bu torpaq, öz evimizdə, gözəl həyat bacada bir samavarına qoyaq. Mən də bir gəlin bax, gözəl xanımların gözəl çayından için. Amin, amin qadanalım, amin. Hamımız bax bu torpaqlara gələk. Rəbbim o günü bizə qismət eləsin. Amin, amin, gözəl analarımız, amin. Biz də amin deyirik. Allah sizi var eləsin, xoş gəlmişsiniz. Həmişə siz gələsiniz. Yəni bu yerləri gəlib siz də ziyarət elədiniz. Mənim üçün necədir? Elə bilirəm ki, bu müqəddəs yerlərə gedib hamısını ziyarət eləyib gəlmişəm. Həcc ziyarəti, Kərbəla, Məşhəd ziyarətini ziyarət eləmişik, gəlmişik. And olsun onların torpağına. Elə bilirəm ki, mənim ən böyük ziyarətgah yerim buradır. Adamın öz vətəni, öz eli, öz obası hamıdan əzizdir, hər şeydən əzizdir. Yəni, o bacım demişkən, Allah əskərlərimizin canı sağ eləsin, Allah onları var eləsin, Allah onları nəzəri altında saxlasın. İmam Zaman əleyhissalamımızın nəzəri onların üstündə olsun. Allah bu
Prezidentimizin də canın sağ eləsin ki, yəni bu torpaqlarımızı 30 ildən sonra da olsa aldı, verdi. Yenə şükürlər olsun ki, yenə gəldik elə bir ki, həminki həyatda yaşayırıq, həminki evimizdə yaşayırıq. Bax, bu yalın başındakı o ev mənim evimdir. O evdə elə bilinək ki, çəkdiyim əziyyətləri, misal üçün, gördüyümüz xoş günləri hələ də yadımızdan çıxarda bilmirik. Elə büyürük ki, bura cənnətdir, bizim üçün cənnətdir, bizim üçün, misal üçün, həc ziyarət yeri necə eləmişik, elə bilirəm ki, bax, bura həmin ziyarətgah yeridir. Salam, hər vaxtınız xeyirli olsun. Özünüzü təqdim edin. Muradov Veyşən Şamiloğlu. Siz yuxarı Qılağada kənd sakinisiniz. Bəli, yuxarıda kənd sakini. Burada doğulmuşum. Doğma yurdum buradır. O ev də bizim evdir. Burada 13 yaşına kimi böyümüşüm. 13 yaşına kimi burada olmuşum. Uzun illərdən sonra, həsrətdən sonra 33 ildən sonra gəlmişəm bura. Birinci səfər nə gəldim. hiss keçirdiniz bu günləri? Həddi hüdudu yoxdur onun. Buranı görməyin həddi hüdudu yox. O evdə sizin ev? Bəli, o ev bizim. Doğma ata yurdum. Oraya bax, Camal müəllim. Buranın müəllimi. Bu kəndin müəllimi. Mən də hamını salamlayıram. Bugün burada olmağın olma dəyərini vermək mümkün deyil. Elə bura baxanda, bu dağlara baxanda, bu həyata baxanda o keçmiş günlərimizi xatırlayır. 10 il burada məktəbdə işləmişəm, oxumuşam. 10 ildən sonra gəlib burada işləmişəm. Bizim təzə məktəb vardı burada. Bax, o məktəbdə cəmisi 40 gün işlədik. Amma o mənfur düşmənlərimiz bizi buradan məcbur surətdə çıxartdılar. Amma indi Allah rəhmət eləsin şəhidlərimizə, qazilərimizə can sağlığı versin. İndi bizim o əskər və zabitlər var, onlar da elə mənə deyərdim ki, ən elə qəhrəman onlardır. Onların sayəsində bax, bu günlər gəlmişik bura. Bu günə çatan gün mən deyirəm ki, çatan gün ola da bilməz. Hər bir insanın, hər bir kəsin o düşüncəsində bugünkü gün qədər əziz gün mən elə bilirəm ki, yox. Özünün o dünyaya gəldiyi gündən bugünlərə əziz gündür bizim üçün, bizim kənd üçün, bizim el üçün, bizim obay üçün. Burada vallahi nə qədər insanları mən görürəm. Çoxdan görmədiyiniz insan. Çoxdan görürəm. Düzdür, mən bura tez-tez gəlirəm, dözə bilmirəm. Bu qardaşla biz elə demək olar ki, ayda gəlirik. Bir işğaldan sonra bir 10-12, bu dəfə 13-cü dəfədir gəlirəm mən bura. Amma bu gecə mən burada qalmışam. Bax, bu kətdə qalmışam, bu kətdə yatmışam. Səhər duranda, oy, neçə illər bundan qabaq xatırlamışam. Deyirəm ki, aydar, buranın havasına bax, buranın gözəlliyinə bax, bu dağlara baxanda, nə bileyim, bulağa getdim, bulağa baxanda, adam o hansı hissi keçirir demək mümkün deyil. Amma mən istəyərdim burada bizim kətdən, burada bir şənlik məclisi keçsin, toy məclisi keçsin. Mən ona heç kimə də dəvət olmayacaq onda. Hamı özü gələcək. Hamı özü gələcək. 20-30 ildir bu sinif yoldaşımı görmürəm. O qədər bu məktəbin həyatında bir-birimizi qovmuşuq. Düzdür ki, ərizə kimi qovurduq, aparırdıq. Bizim ev bura yaxın idi. Bunu qovub aparıb evlərindən salırdıq, qayıdıb gəlirdik. Ondan gözəl işlər baxır. Bu işləri yaşadanlara bir də deyirəm, Allah rəhmət eləsin, Allah rəhmət eləsin. Bizim kəndində qəhrəmanları həqqi çox olur. Dilağarda cəmaatı haqqında, Dilağarda cəmaatı çox mehriban cəmaat həqiqətən də. Biz 2023-də bir təşəbbüs irəli sürdük. Əlqəm adlı oğlan var, bizim yaxın qohumdur, həm də kənd sakinıdır. Demək, kənd bulağının və kənd qəbirstanlığının bərpası, kəndin qəbirstanlığının ətrafına sirkalandı. Bulaq yenidən bərpa olundu, şəhidlər bulağı oldu, qəhrəmanlar bulağı. Dünən o bulağın açılışını elədik. Böyük bir mərasim keçirildi orada. İndi ora gediləcək, həmin bulağa gediləcək. 2023-dən sonra həmin bulağın bərpası və şəhidlər bulağı oldu. Böyük bir, bütün təmtəraqında bir də oradaydı. İndi bu insanların bura toplaşması həqiqətən də bizim fəxrimizdir, qürurdur. Kənd el-ovanın hamısının birlik nümayişidir bunun hamısı. Və çox fəxr edirəm bununla, vallahi kəndimlə, elmimlə, ovamımızla. Və həqiqətən də onu da istəyərik ki, bu kəndin yerində
insanlar bura toplaşsınlar, öz evlərinin yerində bu işlər görülsün. Hər kəs öz evinə toplaşsın. Belə fəxr edirəm prezidentimizlə, Türk dünyası ilə. Salam, hər vaxtınız xeyirli olsun. Öz torpağındasan, yerində, yurdundasan. Ürək sözlərini de. Neçə ildir bu torpaq alınıb. Onunla mən bu torpaqdan çıxmışam. Birinci dəfə bura qədəm qoyuram. Bura nə qədər əhali yığılıb, hamısına qurban olum. Hamısının başına dönüm. Allah ömrünüzü uzun eləsin, canınızı sağ eləsin. Amin. Gəldi belə gördüm, ürəyim dağa döndü. Allah üstünüzə yar olsun, ay bala. Amin. Mən də bütün elə obaya xoş gəlmisiniz deyirəm. Biz böyükü günü burada oturmağımız, bizim hərəkət eləməyimiz, gəlib bu ana yurdumuzu görməyimiz günahsız şahidlərin hesabınadır. Allah onlara qəni rəhmət eləsin. Onların atası, anasına Allah səbir versin. Bizim rəhbərimiz Polad qollu oğlan həmişə yaşasın. Biz də onun ətrafında yaşayaq. Allah ilhama dəyməsin. Bizə azadlıq verən, bizi bu günə çıxardan ilham Allah dəyməsin. Amin, gözəl anam, amin. Çox sevinirik. Öz torpağımızda, öz yurdumuzdayıq. Həmişə elimizdə, ovamızda toylar olsun. Siz də gün o gün olsun, evləriniz bərpa olunsun, bizim evlərimizə qonaq gələsiniz. Amin. Bərəkətli olsun, qazanınız hər zaman qaynasın. Ocaqlarınız həmişə isti olsun. Nə bişirirsiniz? Başqa nəyiniz var? Burada qəşəng bizim soyutmamız var. Baxaq. Burada bizim soyutmalarımız var. Yəni bir hissəsində yığmışıq orada, aştəflərdə işləyirlər, hazırlayırlar. Qarabağ bölgəsinə aiddir. Bəli. Füzulinin, yəni buna bizə zink də deyirdilər. Zink, iri söylə toylarda maçalarımız olurdu, belə bu cür. Bax, bu cür, qardaş. Bax, üstünüz baxmasın deyə biraz kənarda edirəm. Bax, buna bu cür. Burada da qovurmalarımızdır. Yəni, dədə-baba bizdə bu Dilağarda kəndində soğuz deyirdilər, soğuz yeməkləri. Həmin soğuzları bir kətdə pişirmişik. Mən özüm də bir Füzuli balasıyam, Qarxanbəldənəm. Mən çox sevinəm. Sevincimin həddi hüdudu yoxdur bugün mənim ki, burada bu tədbirdə iştirak edirik. Bir soğuzu, Dilağarda soğuzu. Buradan bütün Dilağardıları salamlayıram. Var olsunlar. Allah bu elə obaya həmişə toy qismət eləsin. Çox sağ olun, çox var olasınız. Böyüyüb, başa çatmışam. Bu kəndin xatirələri ilə yatıb oyanıram. Bu yaşımda istəyərdim elə ömrümün axır çağlarını mən bu kənddə yaşayayım. Bu elimin, obamın içində yaşayayım. Azərbaycanın hər tərəfi bizim doğma yurdumuzdur, amma doğulub boya başa çatdığın el, oba, kənd bu başqa şeydir də, bunu yəqin ki hamı başa düşür. Mənim bu kənddə xatirələr çoxdur. Ən böyük xatirə, yaddan çıxmayan bir xatirə
Cavadova Alagözün şəhid olduğu gündür. Axırıncı dəfə onunla mən bizdə Kəhriz deyilən bir yer var. Kəhrizə gəlib su aparmışıq. O öz qapısına çıxıb, mən öz qapıma. Ermənilərin belə deyək də atışma başladı. Top düşdü. Alagöz həmin günü dünyasını dəyişdi. Şəhidlik zirvəsinə ucaldı. Ona görə o mənim üçün yaddan çıxmayan bir şeydir. Ölüncə Alagözün axırıncı dəfə mənlə danışıb gülə-gülə, həm də biz bağçada bir yerdə işləyirdik. O xatirə bu kəndə gələndə birinci gözümün qabağında Alagöz canlandı. Bunu mən açıq etiraf edeyim. Dünyadan köçənlərimizə, şəhidlərimizə... Onunla yanaşı bu kənddə şəhidlərimiz var. Allah hamısının yerini cənnət eləsin, ruhları şad olsun. Onların valideynləri, övladları qarşısında baş əyirəm. Onların, bütün bu şəhidlərin sayəsində bugün biz burada gəlib rahat elimizlə, obamızla, cəmaatımızla görüşürük, danışırıq. Mən bugünkü gündə bu kəndin bir qızı kimi, bu kənddə doğulub boya başa çatan bir insan kimi öz əlimin zəhməti ilə, öz dərzi seximdə hazırladığım bu Azərbaycanın rəngli bayrağın sizin kimi xanıma hədiyyə eləmək istəyirəm. Mən çox sevindim. Çox sağ olun, çox var olun. Çox böyük fəxirdir mənim. Qoy bayrağımız həmişə xoş günlərdə dalğalansın. Çox sağ olun. Təşəkkür edirəm mən sizə. Bir də şəhid qanı tökülməsin, şəhid tabutların üstünə sərilməsin bayrağımız. Həmişə xoş günlərdə, bayramlarda ucalsın bayrağımız. Bu kəndin uzun müddət riyaziyyat müəllimi kimi fəaliyyət göstərmişəm, çox uzun müddət. Bura yığışanların əksəriyyəti mənim tələbələrim, şagirdlərim olublar. Qürur duyuram onlarla mən. Bu günləri ən sevindirici, ən gözəl gün yaşayırıq. Bu günləri xalqımız sevinir. Bu günləri dəmir yumruq yerindədir. Allah ordumuzu qorusun. Ali Başkomandan başda olmaqla Allah dövlətimizi, dövlətçiliyimizi qursun. Elə biləm bundan sonra bütün gənclər bura yığışan bu gənclərə biz onsuz da bundan sonraki bu torpağı, bu eli, bu vətəni gənclərə əmanət eləmişik. Bundan sonra yaradıcı qüvvə onlardır. Mən arzu edirəm qoy həmişə gümrah olsunlar. Bu Dilağarda torpağı günü-gündən çiçəklənsin, günü-gündən gözəlləşsin. Sağ olun. Sağ olun. Şeir Arif deyirdi ki, Eliyar müəllimin sözünün davamını deyirəm. İz açın ay balalar, biz açmayan yolları siz açın ay balalar. İndi mən ilk olaraq deyərdim ki, Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Bizimlə bir yerdə 33 il bundan əvvəl bizlə bu kətdən çıxıb, indi gələ bilməyən, bu yurdun həsrəti ilə tutuşub, dünyasını dəyişənlər də elə bir şəhiddir. Onların ruhu xatirinə deyərdim ki, duraq ayaq üstü, amma hamımız ayaq üstüyük. Onu demirəm, bir dəqiqəlik onu yad eləyək deyərdim, amma hamımız ayaq üstüyük. Allah hamısına qəni-qəni rəhmət eləsin, gələnlərə də can sağlığı versin. Bir də bizim iki tədbir bir yerə qarşı, biri dünən idi, biri bugün. Bulağımız da qəhrəmanlar bulağıdır. Bizim şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı ilə alınan torpağımızda yaranandır. Allah xeyirli eləsin. Cəmaatımızın bugünkü qayıdışı elimizin qayıdışına səbəb olsun. Siz də çox sağ olun, çox sağ olun. Çox sağ olun. Nə yaxşı bizim prezidentimiz İlham Əliyevdir. Bəli. Dəmir yumruq həmişə o düşmənlərin üstündə yerindədir. Hər yerdə lazım olan sözü bütün dünya dövlətlərinə deyir. Bu günlərim onun sayəsində bax millət topalaşıb bura. Siz də sağ olun, var olun. Həmişə elinizdə, obanızda belə toy büsat qurulsun. Ay sağ olasan, nə yaxşı, nə yaxşı. Allah kömək olsun. Gözümün işığıdır, azadlıq yağışında doğan göy qurşağıdır. Üstündəki ay ulduz gəlir mənim xoşuma. Ay üzüyə bənzəyir, ulduz onun qarşına. Üçrəkli bayraq bizə təsəllidir, dayaqdır. Yolumuzun üstünə işıq saçan mayaqdır.
Dəyərli tamaşaçılarımız, bizim kəndimiz proqramı davam edir və mən bu gözəl günün təşkilatçısı bizim Zahir müəllimi sizlərə təqdim etmək istəyirəm. Yuxarı Dilağarda kəndinin sakini. Bu gözəl gündə sizi salamlayıram kəndimiz verilişindən. Xoş gördük sizləri. Buyurun, bu gözəl günlə bağlı mən belə deyim ki, qayıdışa bir addım. Kəndimizə qayıdış. Buyurun, ürək sözlərinizi deyin. Çox sağ olun. Mən də sizə minnətdaram. Dünya TV televiziyasının əməkdaşlarının hamısını sağlam ömür, uzun ömür arzu edirəm. Həmişə belə çəkilişlərdə olasınız. Bizləri, bu kənd sakinlərini bax, bugün xoş gününə gəlmişsiniz. Bu cəmaət də hamısı bura yığışmaqda, yəni məqsədimiz bu ki, 34 ildir biz bu kəndə həsrət idik. İndi gəlmişik öz doğma kəndimizdə, elimiz, obamızda yığışmışıq, burada məclis qurmuşuq. Sizlər də gəlib bizi çəkib paylaşır. Allah sizin televiziya əməkdaşlarının hamısına minnətdaram. Çox sağ olsunlar. Bu cəmaət adından sizə çox sağ ol deyirəm. Çox sağ olun. Mən sizə minnətdaram. Bu gözəl, bax, möhtəşəm bu görüntüyə görə sizlərə minnətdarıq. Var olun. Tək həmişə bizim xalqımızın, elimizin, obamızın gözəl sədası gəlsin. Bax, belə toy, büsatlı, şənlikli səsləri eşidək biz. Siz var olun. Təşəkkür edirəm. Buyurun. Bugün sizə Yuxarı Dilağarda kəndinin sakini Lətafət xanımı da təqdim edirəm. Lətafət xanım da bugünün bu xoş təəssüratlarını istəyirəm bizimlə bölüşsün. Buyurun, bilirəm çox sevinclisiniz. Çox sevincliyik, çox sevincliyik. Allah eli obanı var eləsin. Siz də çox xoş gəlmisiniz. Çəkilişə görə minnətdarıq sizə. Allah hamıya belə xoş günlər qismət eləsin. Siz də gəlib həmişə çəkəsiniz. Bizim də elimiz, obamıza Allah dəyməsin. Ən qabaq bizi bu sevinci yaşadan şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Prezidentimizi qorusun. İkinci də bu məclisi təşkil eləyənlərə var eləsin həmişə. Hə, çox sağ olun. Siz də çox sağ olun. Var olsunlar ki, belə var olsunlar hamısı. Tədbiri təşkil edirlər. Çox sağ olun. Siz də çox xoş gəlmisiniz. Allah sizə də dəyməsin. Sağ-salamat hamı evinə qayıtsın, getsin. Amin. Bizə də Allah nəsib eləsin, gəlib bu kənddə ev tikilsin, gəlib bu İnşallah. Görüşmək ümidi ilə sağollaşaq sizlərlə. Təşəkkür edirik. Çox sağ olun. Çox sağ olun. Gələn ayaqlarınız var olsun. Çəkilişə görə də minnətdarıq sizə. Sağ olun. Allah sizi qorusun. Dəyərli tamaşaçılarımız, verilişimiz artıq yekunlaşır. Bugün sizləri mən Ramilə Atəş, Füzuli rayonunun Yuxarı Dilağarda kəndindən salamladım. Və buradan sizə hələlik deyirəm. İnşallah yenidən görüşmək ümidi ilə hələlik.